Göyçay şəhəri Şəhriyar küçəsində kiraya qalan, daha dəqiq desək, tənha yaşayan 1969-cu il təvəllüdlü İnayətova Həcər İnayət qızı müalicəsi üçün xeyirxah insanlardan yardım istəyir. Həcər İnayətova 10 ildən çoxdur ki, Venus çatışmamazlığı, sol aşağı ətrafın 3, 4, sağ aşağı ətrafın 1-ci dərəcəli limfa venus çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, müalicələrinin davamlı olaraq həyata keçirilməsi üçün müəyyən qədər məbləğdə pul vəsaiti tələb olunur. Həcər xanıma dəstək üçün şəxsin bank hesabı 41 69 73 88 40 60 20 35. İnayətova Həcər İnayət qızı. Aynen xanım, nədir sizin probleminiz? Mənim problemim limfas damarı, ayağım işləmir. Bir ayağımdaydı, indi o birisi ayağıma da keçib, ağırlaşmaq formasıdır. İmkansızlıqdan müalicəni götürəmirəm. Özüm də kirədə qaldım, heç kimim də yox, dəstəyim də yox. Yəni müalicələrimi elətdirə bilmirəm, ev pulum verə bilmirəm. İstərdiniz ki, Heç heç kim. kimi həm xoş ailə olsun, tənha qalmıyorsunuz, düzdürmü? Qonşular da sizlə necə münasibət göstərirlər? Burada elə qonşuları tanımıram mən. Bir dənə bu üzbəüz qonşudur. Müalicə üçün istədiyim odur ki, mən imkanlı şəxslərdən, imkanlı bacılardan, imkanlı qardaşlardan mənə dəstək olsun. Neçə ildir elə mən Göyçay, Bakı, Toxçubaşovda, eksperimentallı xəstəxanada orada müayinədən keçirəm. Bütün bacı qardaşlardan xahiş edirəm artıq dərəcədə, yəni biganə qalmayın. Bu videonu görən bacı qardaşlardan artıq dərəcədə xahiş edirəm. Mənə kömək olun, mənə dəstək olun. Sıxıcıdır, çox. Ailəsilə bir şey olanlara nə deyə bilərsiniz? Hansı ki, tənha deyirlər. Ailələrinin qədrini bilsinlər. Mən bugünkü gündə mənim yoldaşım olsaydı, oğlum olsaydı, mən bu vəziyyətdə qalmazdım.